Qızlar, salam, necəsiz? Laylis Life kanalına xoş gəlmisiniz. Bugünkü videoda mən sizin üçün borş hazırlayacağım öz üsulumdan. Deməli, mən gördüyünüz kimi əti qaynatdım. Deməli, indi bütün tərəvəzləri təmizləyirəm. Ora deməli nə gedir? Hamı cürbəcür eləyir, amma mən kök, soğan, balqar bibəri, kartof, sarımsaq və bir də kök deyirəm. Bir də çuğundur istifadə edirəm. Gördüyünüz kimi mən soğanı təmizləyirəm. Əslində həmişə mən bir dənə soğan götürürəm, 2 dənə hardasa kök götürürəm, 2-3 dənə kartof, bir də sarımsaq, hardasa bir 3 dənə diş. Bir də çuğundur mən xoşlayıram çox olanda, 4 dənə, 5 dənə olanda belə orta razmerdə mən sevirəm. Yəni qıpqırmızı olanda bol-bol çuğundur ora qatanda. Deməli, kartofu gördüyünüz kimi onu da təmizləyirəm. Bərbad gündə idi kartof. Çox pis, nə bilim, çeşid idi. Xoşuma gəlmədi. Ona görə güc bala ilə təmizlədim. Gördüyünüz kimi balqar bibər də qatıram. Biraz korlanıb, yəni qalmışdı. Ona görə yaxşısını qatıram, pisini, yəni mən atıb tulladım. İndi isə çuğundur. Çuğundur, deməli məndə hardasa bir 4 dənə idi hardasa yəqin təxminən. Qatdım onu. Mən əslində borş çox sevirəm bişirməyə. Çünki mənim üçün asan gəlir borş bişirməyə. Mən bir də dolma xoşlayıram. Çox ən sevdiyim, yəni yemək dolmadır, amma mən dolmanı bükməyə sevmirəm. Zəhləm gedir. Qətiyyən xoşlamıram, amma məcbur hansısa bayram olanda eləyirəm. Çünki yeməyi də xoşlayıram, sevirəm. Ona görə bayram olanda məcbur eləyirsən. Amma borş mənim üçün çox asan bir yeməkdir. Çünki onu eləyəndə elə bil, nə bilim, maraqlı gəlir mənə, sevə-sevə eləyirəm, asan gəlir. Baxırsan, məsəl üçün, çox orada tərəvəzlər var, onu doğramaq lazımdır, nəyisə sürtkəcdən eləyirsən, amma mənim üçün asan gəlir. Burada da deməli, mən gördüyünüz kimi soğanı kəsirəm. Deməli, belə yarı doğradım aş kimi üçün və sonra belə xırda-xırda kəsirəm. Belə mənim üçün rahat olur. Çünki bütöv, yəni belə 2 üstə böləndə 2 dəfəyə soğanı və belə kəsəndə xırda-xırda alınmır. Soğan elə bil düşür. Ona görə mənim üçün çətindir. Amma belə doğrayanda daha da rahat olur. Bir də burada balqar bibəri mən kəsirəm. Bir dənə götürürəm balqar bibəri. Çox da qatmıram. Kimsə vəbşə qatmır ora. Amma mən xoşlayıram balqar bibər olanda. Bizim evimizdə də belə idi, nənəm də belə eləyirdi. Mən demək olar ki, borşu nənəm kimi eləyirəm. Sadəcə bir azca nəyisə öz üsulumdan eləyirəm. Bunu sizə danışacağam. Deməli, burada mən çuğundur sürtkəcdən eləmişdim və indi keçirəm kökə. Sonra isə kartofu mən götürürəm və kəsirəm. 2 dənə hardasa kartof kəsdim deyəsən. Bu videonu mən o gün montajləmədim. Hardasa bir neçə həftə keçib, çünki vaxtım yox idi. İndi isə soğanı və balqar bibəri mən tavaya qoyub qızardıram. Qızlar, zəhmət olmasa baxmayın mənim tavama, çünki mən bilmirəm bunu nə ilə təmizləyim, nə ilə eləyim. Bəlkə kimsə əgər baxsa, zəhmət olmasa mənə deyərsiniz. Siz necə tavaları, qazanları, sıf bu qara yerləri, yəni alt üstü, yəni necə təmizləyirsiniz siz? Yəni adi ciflə, belə setka ilə onu eləmək istəmirəm. Mən hətta alınmır. Ona görə mən istəyirəm, bəlkə siz deyərsiniz hansı necə eləyirsiniz ki, hansı üsulla. Çox xoşuma gələrdi. Çox sağ ol olardı, deyərdim sizə. Üzrlüsən, biraz həyəcanlıyam, danışıram. Deməli, indi bura deməli qatdım mən köklə çuğunduru. Mən bilirsiniz, belə eləyirəm. Mən yarısını pörtləyirəm çuğundurla kökü və qızardıram onu. Yarısını isə mən qatıram belə çiğ formada. Yəni elə bil
mən bulyon hazır olanda ora sterilizasiya eləyirəm. Elə bir setkadan keçirdirəm bulyonu. O xırda sümüklər olmasın. Sonra isə yenə qazana qatıram və ora içinə deməli mən əti doğrayıram. Orada göstərəcəm ki, əti doğradım. Deməli ora kartof qatıram, dəfnə yarpağı qatıram. Bir də kələmi. Kələmi mən birinci demək olar ki, yəni kökü çuxundurla qatmıram. Birinci elə bir kələmi qatıram. Amma sonra artıq o kələm demək olar ki, artıq pişməyə başlayanda ora çiy formada olan köklə çuxunduru qatdım. Və axırda ən axırı mən deməli o pörtlənmiş çuxundurla kökü qatıram. Orada görəcəksiniz sonra. Ya da bilmirəm, bunu çəkdim yoxsa yox, amma bunu ən axırda qatıram. Bir də sarımsağı mən doğrayıram və elə qazana da atıram. Çünki hər bizdə evdə elə bil xoşlamırlar, belə çiy-çiy qaba qoyanda. Amma məsələn mən sevirəm. Təbii olur, yaxşı nə burada vitaminlər qalır, amma kimsə sevmir. Ona görə mən məcbur, yəni mikrobu öldürmək üçün, yəni faydalıdır sarımsaq yemək. Ona görə mən hardasa 3 dənə mən diş götürüb kəsirəm xırda-xırda və doğrayıram, qatıram onu qazana. Deməli burada kələm. Kələm mən yoldaşım alıb, nə dedim ki, bərk al. Çox xoşuma gəldi. Belə baxırsan bərkdir, qəşəngdir, amma onu doğrayanda gördüm ki, yəni normal deyil, yaxşı deyil, bilmirəm niyə. İçi gördüyünüz kimi biraz elə bil boşdur. Normal da doğraya bilmədim. Yəni biraz əziyyət əslində çəkirdim. Normal doğranmırdı. Çox belə bilirsiniz, quruydu, bərk idi. Belə normal yəni deyildi. Bilmirəm nə kələm idi. Bir də bizim bıçaqlarımız iti deyildi o momentdə. Ona görə mən məcburan güc bala ilə kəsdim. Bir də burada ətlərdir. O sümükdən ayırdım. Ximirçəklər orada var. Çox xoşuma gəlir. Bəlkə kiminsə sizin xoşunuza gəlirsə, yəni bunu da deyin. Mən göstərirəm ximirçəklər. Onu da qatıram borşa. Məndən başqa demək olur ki, heç kim onu yemir. İndi buradan pasirovka deyirlər onu. Hazırdır. Bura gördüyünüz kimi yarısı qalıb. Onu da sonra qatacağam borşa. Deməli, bir də xanımlar, siz deyərsiniz, bəlkə siz necə borş hazırlayırsınız. Sonra burada deməli mən pomidor qatdım. Biraz da tomat qoydum. Çünki niyə mən pomidor qatdım? Əslində pomidor heç vaxt qatmıram. Sadəcə tomat az idi, ona görə mən qatdım. Bir də qızlar, gördüyünüz kimi pişirdim borşu və axırda mən cəfəri qoyuram. Qızlar, videonu izlədiyinizə görə təşəkkür edirəm. Abunə olub like qoyun. Sağ olun.